Salam əziz dinləyicilər. Bugünkü dərsimizdə biz cümlənin baş üzvü olan mübtəda haqqında danışacağıq. Amma dərsimizə keçmədən öncə gəlin öyrənək görək cümlə üzvü nədir? Cümlənin sintaktik funksiyası, cümlədəki sözlərin sintaktik funksiyası nədir? Ümumiyyətlə sintaktik funksiya anlayışı nədir? Cümlə üzvü nədir? Bir sözün cümlə üzvü olması üçün hansı şərtlər lazımdır? Cümlədə işlənən sözlər bir-birindən həm məna cəhətdən, həm də qrammatik cəhətdən əlaqəyə girərsə və həmin sözlər sintaktik suala cavab verərsə, müstəqil leksik məna ifadə edərsə, həmin sözlər cümlə üzvü ola bilər. Amma hər suala cavab verən leksik mənalı sözü də biz cümlə üzvü hesab edə bilmərik. Dilimizdə elə sözlər var ki, onlar suala cavab vermədən cümlə üzvü olurlar. Bunlara daxildir var, yox, lazım, gərək, bəs, bir də mümkün. Bunlar predikativlar adlanır. Yəni bunlar cümlədə suala cavab vermədən birbaşa cümlədə cümlə üzvü ola bilirlər. Məsələn, onun kitabı var, cümlədə xəbərdir, bu bizə lazımdır, xəbərdir. Onun etdikləri artıq bəsdir. Bunlar cümlənin xəbəridir, birbaşa ismin xəbəridir, predikativdir, suala cavab vermədən cümlə üzvü ola bilirlər. Bir də sual əvəzlikləri var ki, sual əvəzlikləri də suala cavab vermədən də cümlə üzvü ola bilirlər. Məsələn, deyirəm ki, oxutar, səni kim unudar? Kim unudar? Burada kim sual əvəzliyidir. Amma kim sual əvəzliyindən yenidən sual vermək mümkün deyil. Və bu zaman birbaşa cümlənin üzvü olur. Sual əvəzliyi hansız cümlə üzvünün sualıdırsa, məsələn, kim mübtədanın sualı olduğu üçün cümlədə işlənən kim sualı birbaşa mübtədadır. Amma deyirəm ki, o necə oxuyur? O necə oxuyur? Buradakı necə sözü, yəni necə sual əvəzliyi hərəkətə aid olduğu üçün zərfliyin sualıdır. Ona görə birbaşa cümlənin zərfliyi ola bilir. Daha sonra sintaktik funksiya anlayışı nədir? Sintaktik funksiya. Bax, sintaktik təhlil zamanı bunları qarışdırmırıq. Bir var sözün cümlə üzvü olması, bir də var sintaktik funksiya daşıması. Sintaktik funksiya daşıması onun cümlə üzvü olması demək deyil. Yəni bir söz cümlə üzvü olması birbaşa sintaktik funksiya daşıyır demək deyil. Ola bilər sintaktik təhlil zamanı cümlə üzvüdür. Cümlə üzvü anlayışı da özü sintaktik funksiyanın özünə daxildir. Yəni sözün cümlə üzvü olması, sözün xitab və ya ara sözü olması onun sintaktik funksiyasıdır. Yəni bəzən testlərdə belə düşür. Cümlədə hansı sözlər sintaktik funksiya daşıyır və yaxud da daşımır? Deməli, xitab və ara sözlər də cümlə üzvü ola bilməsələr də bunların sintaktik funksiyası var. Xitabın sintaktik funksiyası elə onun xitab olmasıdır. Ara sözün sintaktik funksiyası elə onun ara söz olmasıdır. Cümlə üzvü isə məsələn mübtədanın sintaktik funksiya daşıyır. Cümlədə söz cümlə üzvü vəzifəsinə çıxış edir, xəbər olur, təyin olur, tamamlıq olur və s. Amma xitab və ara sözü cümlə üzvü ola bilməsə də, cümlədə sözlərlə sintaktik əlaqəyə girə bilməsə də, sintaktik funksiya, sintaktik vəzifə daşıya bilirlər. Daha sonra keçək mübtədamıza. Deməli, cümlə üzvləri ümumiyyətlə işləndiyi yerinə görə, vəzifəsinə görə eyni funksiyanı daşımırlar cümlədə. Cümlə üzvləri cümlədə eyni funksiyanı daşımırlar və ona görə də iki yerə bölünür. Baş üzvlər və ikinci dərəcəli üzvlər. İkinci dərəcəli üzvlər baş üzvləri müxtəlif cəhətdən izah etsə də, baş üzvlər bir növ cümlənin qrammatik əsasını təşkil edir. Cümlədə əsas olan baş üzvlərdir, amma ikinci dərəcəli üzvlər onları müxtəlif cəhətdən izah edirlər, aydınlaşdırırlar, onu tamamlayırlar və s. Cümlənin baş üzvlərini təşkil edir mübtəda və xəbər. Cümlənin baş üzvünü təşkil edir mübtəda və xəbər. Mübtəda nədir? Mübtəda cümlədə haqqında danışılanı, şəxsi, əşyanı bildirir. Cümlədəki fikrin əsası, özülü, bir növ cümlədə hər şey mübtədanın əsasında dövr edir. Qrammatik cəhətdən cümlənin ən müstəqil üzvüdür. Heç bir cümlə üzvünə asılı olmur. Xəbəri özündən asılı vəziyyətə gətirir. Bir də təyini özündən asılı vəziyyətə gətirir. Heç bir cümlə özündən asılı deyil. Mübtədanın sualları nədir? Cümlədə mübtəda kim, nə, bir də
hara suallarından birine cevap verir. Gördüğümüz gibi bu suallar ismin adlı kalının sualıdır. İsmin adlı kalının sualı nədir? Kim, nə, hara. Deməli, mübtəda yalnız hansı halda olur? İsmin adlı kalında olur. Başka halda olan heç bir söz, adlı kaldan başqa, cümlədə mübtəda ola bilməz. Ona görə biz nə sualında da biraz diqqətli olmalıyıq. Çünki nə sualı mübtəda ilə yanaşı, eyni zamanda ismin qeyri-müəyyən yələş və qeyri-müəyyən təsirlik hallarının da sualıdır. Və bu onu adlı halda olmağına haqq qazandırmır. Yəni söz qeyri-müəyyən yələş halda və yaxud da qeyri-müəyyən təsirlik haldadırsa, biz ona adlı hal deyə bilmərik. Ona mübtəda deyə bilmərik daha doğrusu. Çünki mübtədaya yalnız və yalnız nə olur? İsmin adlı halında işlənir. Daha sonra quruluşuna görə mübtədalar sadə və mürəkkəb olur. Ümumiyyətlə sadə və mürəkkəb anlayışına gəlmişkən burada qeyd edirəm, digər cümlə üzvlərində bu haqda bir də danışmayacağam. Deməli mübtəda quruluşuna görə təkcə mübtəda yox, bütün cümlə üzvləri quruluşuna görə sadə və mürəkkəb olur. Sadə cümlə üzvləri, bir də mürəkkəb cümlə üzvləri. Sadə cümlə üzvü o deməkdir ki, yəni nə ilə ifadə olunarsa cümlə üzvü sadə sayılır. Nitq hissələri ilə, yəni sözlərlə ifadə olunarsa, nitq hissələri ilə, sözlərlə ifadə olunursa, bunlar hesab olunur sadə cümlə üzvləri. Əgər cümlə üzvü ifadə olunubsa, söz birləşmələri ilə, istər ismi birləşmələr, istər fiili birləşmələr, söz birləşmələri ilə ifadə olunan cümlə üzvləri mürəkkəb cümlə üzvləridir. Bir də söz birləşmələri formasında olan xüsusiləşmiş mürəkkəb adlarla. Mürəkkəb adlar da bilirik ki, özü söz birləşməsidir. Sadəcə olaraq xüsusi formada olur. Mürəkkəb adlar da cümlədə mürəkkəb mübtəda və yaxud da mürəkkəb cümlə üzvü vəzifəsində çıxış edir. Məsələn, bir nümunə yazıram. Deyirəm ki, o mənim dostumun anasıdır. Anasıdır. Mənim dostumun anasıdır. Üçüncü növ isim birləşmə. Birbaşa cümlənin xəbəridir. Kim? O. Bax, o mübtədadır. Sadəcə bir sözlə, bir nitq hissəsindən ifadə olunduğu üçün sadə cümlə özüdür. Sadə mübtədadır. Amma mənim dostumun anasıdır. Burada isim birləşmə ilə ifadə olunub, söz birləşməsi ilə ifadə olunub və bu mürəkkəb cümlə üzvü hesab olunur. Sadə mürəkkəb cümlə üzvlərində nələrə diqqət etməliyik? Mürəkkəb sözlərə, mürəkkəb fiillərə, frazoloji birləşmələrə. Çünki onlar bir leksik vahid hesab olunur və onu 2-3 sözdən ibarət görüb birbaşa diqqətimizi yayındırmırıq ki, burada mürəkkəb cümlə üzvü var. Diqqətli oluruq. Məsələn, deyirik ki, onlar bizə kömək etdilər. Kömək etdilər cümlənin xəbəridir. Kim? Onlar. Kimə? Bizə. Tamamlıq. Onlar mübtədadır. Sadəcə bir nitq hissəsidir. Sadə cümlə üzvüdür. Bizə sadə cümlə üzvüdür. Kömək etdilər iki sözdən ibarətdirsə də, kömək etmək mürəkkəb sözdür. Ümumiyyətlə mürəkkəb sözlər sadə cümlə üzvü olur. Təklikdə işləndikdə, tərkib daxilinə, söz birləşməsi daxilinə daxil olmadıqda. Daha sonra deməli və yaxud da deyirik ki, onun ağlı başına gəlməyəcək. Burada ağlı başına gəlməyəcək. Onun ağlı. Yəni frazoloji vahid bir vahid hesab olunur. Ona görə bunları biz sadə söz birləşməsi, daha doğrusu sadə cümlə üzvü hesab edirik. Cümlənin baş üzvü olan mübtəda haqqında danışaq. Deməli, mübtəda qeyd etdik ki, kim, nə, hara suallarından birinə cavab verir. Adlı halda olan sözlərlə ifadə olunur. Quruluşda sadə və mürəkkəb olur, bütün cümlə üzvləri kimi. Mübtəda əgər o, bu əvəzliyi ilə ifadə olunubsa,
o bu əvəzlik yolu ilə ifadə olunubsa, ondan sonra vergül qoyulacaq. Amma əgər fiil, əvəzlik, köməkçilik hissələri, bəziləri istisna, modal söz, nida, fiili sifət istisnadır gələrsə, bu zaman vergüldən istifadə olmayacaq. Vaxt əvəzlik bölməsində ətraflı danışmışıq. Bəlkə burada xatırlatma etdim. Daha sonra danışaq nədən? Daha sonra mübtəda xəbərlə uzlaşmasına görə, deməli, mübtəda hansı şəxsdə olarsa, əgər mübtəda birinci şəxsdədirsə, deməli, bu zaman xəbər nə etməlidir? Birinci şəxsin şəxs onluğunu qəbul etməlidir. Mübtəda ikinci şəxsdədirsə, ikinci şəxsi, üçüncü şəxsdədirsə, üçüncü şəxsin şəxs onluğunu qəbul etməlidir. Amma əgər mübtədalar həmcinsdirsə və şəxs əvəzliklərlə ifadə olunursa, deməli, birinci şəxs ən üstünüdür. Yəni, əgər həmcins mübtədalardan biri birinci şəxsdədirsə, bu zaman xəbər nə etməlidir? Birinci şəxsin cəmində olmalıdır. Əgər birinci şəxs yoxdursa həmcins mübtədalarda, ikinci şəxs işlənibsə, bu zaman ikinci şəxsin cəmində olmalıdır. Yerdə qalan hallarda mübtəda üçüncü şəxsin cəmində olur. Və yaxud da mübtəda 2 və daha çox olarsa, məsələn, deyirik ki, Əli və Rauf nəticəsi yüksək olanlardandır. Nəticəsi yüksək olanlardandır. Kim? Əli. Kim? Raul. Əgər 2 və daha artıq şəxs mübtədada həmcinsdirsə, yəni bu 2 şəxs artıq cəmdə sayılır. Onlar sayılır. Bunun yerinə biz nə qoya bilərik? Onlar. Onlar nəticəsi yüksək olanlardandır. Bu zaman da xəbər cəmdə işlənmiş olur. Daha sonra mübtəda nələrlə ifadə olunur? Mübtədanın ifadə vasitələrindən danışmaq istəyirəm. Mübtəda ifadə olunur söz birləşmələri ilə və nitq hissələrlə ifadə olunur. Əsas ifadə vasitəsi nədir mübtədanın? Mübtədanın sualı gördüyümüz kimi isimdir. Deməli, ismin sualı, yəni kim, nə, hara. Deməli, mübtədanın əsas ifadə vasitəsi ilə isimdir. İsim cümlədə mübtədanın əsas ifadə vasitəsidir. Məsələn, deyirəm ki, kitab bilik mənbəyidir. Bilik mənbəyidir nə? Kitab. Mübtədanın ifadə vasitəsi nə oldu? İsim. Daha sonra mübtədanın digər əsas ifadə vasitəsi əvəzlikdir. Əsasən şəxs əvəzlikləri və işarə əvəzlikləri. Şəxs əvəzlikləri və işarə əvəzlikləri mübtədanın ifadə vasitəsidir. Çünki şəxs əvəzlikləri əsasən ismi əvəz edir. Daha doğrusu, üzr hesab edin, şəxs əvəzlikləri və qeyri-müəyyən əvəzliklər. Şəxs əvəzlikləri, bir də qeyri-müəyyən əvəzliklər cümlənin də mübtədanın əsas ifadə vasitələrindən biridir. Məsələn, deyirəm ki, mən səni gözləyəcəm. Gözləyəcəm kim? Mən. Burada nə etdi? Cümlədə mübtəda vəzifəsində çıxış etdi. Kim? Mən. Kim sualına cavab verdi və cümlədə mübtəda oldu. Mübtədanın ifadə vasitəsi şəxs əvəzliyidir. Daha sonra deyirik, hamı onu tanıyır. Tanıyır kim? Hamı. Burada mübtəda qeyri-müəyyən əvəzliklə ifadə olunmuş oldu. Daha sonra mübtəda ifadə olunur, əsas ifadə vasitəsi kimi ismi birləşmələrlə ifadə olunur. İsmi birləşmələrlə ifadə olunur. İsmi birləşmə. Məsələn, deyirəm ki, onun atası bizim qonşumuzdur. Ümumiyyətlə, cümlədə xəbəri tapmamış mübtədanı tapmamalıyıq. Nəyə görə? İndi bir nümunə göstərəcəm. Mübtəda deyəndə adətən biz bir insan görürük. Adətən biz abituriyentlərin, dinləyicilərin, şagirdlərin gözündə bir insan anlayışı formalaşır. Elə bilirlər ki, cümlədə bir insan gördün, şəxs anlayışı bildirən hansısa bir söz gördün. Birbaşa elə bilirik ki, bu cümlənin mübtədasıdır, amma elə deyil. Ona görə mütləq xəbəri tapıb, daha sonra sual verərək mübtədanı tapsaq, daha düzgün etmiş olaraq. Bizim qonşumuzdur. Kim? Onun atası. Deməli, burada mübtəda
Kim sualına cavab verdi? Kim sualına cavab verdi? Kim? Onun atası. Onun atası ismi birləşmədir. Deməli, burada mübtəda söz birləşməsi ilə ifadə olunmuş oldu. Digər, məsələn, deyirəm ki, Əli dərsə gələndə güclü yağış yağırdı. Yağırdı nə? Bax, ilk baxışda hamı düşünəcək ki, burada Əli var. Deməli, Əli mübtədadır. Amma elə deyil. Əgər Əli mübtədadırsa, xəbərlə uzlaşmalıdır. Necə uzlaşdıraq? Yağırdı. Əgər Əli mübtədadırsa, deyəcək Əli yağırdı. Xeyr. Yağırdı nə? Yağış. Nə zaman? Əli dərsə gələndə. Bax, gördüyümüz kimi burada Əli fiili birləşmənin aslı tərəfidir. Aslı tərəfi kimi çıxış etmiş oldu. Bu məqamlarda da diqqətli oluruq. Daha sonra mübtədanın əsas ifadə vasitələrindən biri də fiili birləşmələrdən məsdər və məsdər tərkibləridir. Məsdər də nə edir? İsmin xüsusiyyətlərini daşıyır. Ona görə onun əsas ifadə vasitələrindən biri məsdərdir. Məsələn, deyirəm ki, oxumaq onun peşəsidir. Onun peşəsidir. Nə? Oxumaq məsdərlə ifadə olundu. Yəni, tərkibə aid nümunə yazım. Məsələn, deyirəm ki, dərsə gecikmək onun adəti idi. Onun adəti idi. Onun adəti idi. Nə? Dərsə gecikmək. Burada da məsdər tərkibi ilə ifadə olundu mübtəda. Daha sonra isimləşmiş, yəni ismin sualına cavab verən sifət, zərf, saylar da, fiili sifətlər də cümlədə mübtəda vəzifəsində çıxış edə bilirlər. Məsələn, deyirəm ki, qoca artıq yorulmuşdu. Yorulmuşdu kim? Qoca. Qoca bildiyimiz kimi morfoloji cəhətdən ilk hissəsi kimi sifət sayılır. Amma cümlədə isimləşərək, ismin sualına cavab verərək cümlənin mübtədası olur. Ona görə belə bir fikir də var ki, bir var cümlədə sözün morfoloji sualı, bir də var onun sintaktik sualı. Qoca sözünün morfoloji sualı nədir? Qoca. Necə? Morfoloji cəhətdən bu sifət sayılır. Sifət. Amma cümlədə nə edib? İsimləşib, mübtəda, yəni ismin sualına cavab verib, mübtəda olub. Bunun sintaktik sualı nədir? Sintaktik sual dedikdə, yəni cümlə üzvü kimi onun sualı nədir? Kim? Ona görə də bəzən testlərimizdə belə düşür ki, hansı cümlədə morfoloji sualı ilə sintaktik sualı fərqli olan söz işləmişdir. Biz bu zaman isimləşmiş sifətləri, sayları, zərfləri, fiili sifət və fiili sifət tərkiblərini və yaxud da ki, əksinə sifətləşmiş isimləri cümlələrdən seçib göstərə bilərik, nümunə göstərə bilərik. Və ya başqa belə bir nümunə yazıram. 10-cular artıq hər şeyi bilirdilər. Bilirdilər kim? 10-cular. 10-cular mübtədadır. Kim sualına cavab verdi. Amma kim sualına cavab verməyi bunun isim olmağını yox, mübtəda olmağını göstərir. Yəni, onun sintaktik vəzifəsi, sintaktik sualıdır. Amma 10-cular hansının ilk hissəsidir? 10-cu, neçənci? İlk hissəsi baxımından say hesab olunacaq. 10-cu başlanğıc forma 10-cu saydır. Burada da mübtədanın ifadə vasitəsi saydır. Sonra deyirəm, yuxarı təmiz idi. Bir deyirəm, ora bizim kəndimizdir. Bu məqamda da əslində diqqətli olmalıyıq. Nəyə görə? Çünki hara sualı həm zərfliyin, həm də mübtədanın sualıdır. Hara sualı. Cümlə daxilində burada
Ha, zərflik yoxsa mübtəda olduğunda necə müəyyən edirik? Təmiz idi, hara, yuxarı. Bizim kəndimizdir, hara, ora. Yer zərfləri cümlədə hara sualına cavab verdiyi zaman bunların zərflik yoxsa mübtəda olduğunu necə müəyyən edirik? Əgər bunlar zərflikdirsə, o zaman eyni zamanda haraya sualına da cavab vermək xüsusiyyətini daşımalıdır. Məsələn, deyə bilərəm mən, haraya təmiz idi, haraya bizim kəndimizdir, xeyr. Deməli, bu yalnız hara sualına cavab verdiyi üçün cümlənin mübtədası olacaq. Amma desəm ki, mən ora gedirəm. Aha, ora gedirəm. Hara gedirəm? Ora. Bu da hara sualına cavab verdi. Hara? Ora. Eyni zamanda mən haraya gedirəm? Oraya gedirəm deyə bilirəmsə, deməli bu cümlədə zərflik kimi çıxış etmiş olacaq. Daha sonra feili sifətlə sifət kimi isimləşərək, isim xüsusiyyətini daşıyaraq mübtəda ola bilər. Məsələn, deyirəm ki, dərsə gecikənlər bunlar idi. Bunlar idi kim? Dərsə gecikənlər. Dərsə gecikənlər burada da mübtəda vəzifəsinə çıxış etmiş oldu. Daha sonra feili sifətə aid bir nümunə yazım. O feili sifət tərkibi idi, dərsə gecikənlər. Amma deyirəm ki, oxuyanlar, zəhmət çəkənlər, qazanacaq. Qazanacaq kim? Oxuyanlar, zəhmət çəkənlər. Zəhmət çəkənlər burada tərkib deyil, çünki frazoloji birləşmədir. Amma sadəcə feili sifət hesab edə bilərik. Feili sifətdir, oxuyan da feili sifətdir, feildir. Deməli, burada da mübtədanın ifadə vasitəsi feili sifət olmuş oldu. Mübtəda haqqında deyəcəklərim bu qədər. Videomuzu bəyənməyi, dərslərimiz haqqında fikirlərinizi paylaşmağı, kanalımıza abunə olmağı unutmayın. Dinlədiyiniz üçün təşəkkür edirəm.